sentyabr ayında mən zaman tapdım. O sentyabr ayının əvvəlində biraz boşluq olur axı. Dərslər həmən başlamır. Getdim Naxçıvana. Getdim Heydər Əliyevi görməyə. Getdim orada bir sinif yoldaşımı tapdım. O cəbhəçi idi, aktiv. O məni apardı, yönləndirdi. Gəldik bir evdə, demək həyat evdə. Dedilər ki, içəridə Moskvadan Mais Məmmədov vardı. Bəli. Birinci kanalın biri idi. Bəs onlar orada müsahibə götürürlər Heydər Əliyevdən. O vaxtda Naxçıvana bu təyyarələr elə tramvay kimi gedib gəldi. Qrafik falan yox idi. Gündə bir dənə, iki dənə gedib gəlirdi. Mənim amma səhər dərsim olmalıydı. Nəysə, bir saata qədər gözlədik. Səhv etmirəmsə, Vasif Talıbovdur orada. Keçdik, dedim ki, deyin ki, bəs mən getməliyəm. Demişdi ki, məruzə olunmuşdu ki, kim gəlibdi. Tanımır məni. Ki, universitetin müəllimi gəlibdi. Ki, gözləsin, mütləq gözləsin. Mütləq gözləsin. Gözlədim. İsmət sonra çıxdıq, gəldim içəri. Gördüm bir müxbir, xarici bir insan görkəmindən. Bu şəkillər çəkir. Sonra öyrəndim ki, Kanadadan bir fotoreportyordur. Bu şəkillər çəkir. Bizim də xeyli şəkillərimiz çəkdi. Təsəvvürə gətirin ki, mən orada çəkilmiş şəkilləri 2015-ci ildə kimsə demək Heydər Əliyevin fondun saytında tapıb göndərib mənə ki, bəs bu şəkil həmin görmüşəm, mənim bir şəklim. O şəkili mən ona qədər görməmişdim. Oturduq, söhbət elədik. O qədər suallar verdi, soruşdu. Cəmaatın əhval-ruhiyyəsinə qədər hər şeyi soruşdu. Tələbələrin əhval-ruhiyyəsinə qədər nə düşünürlər? Hadisələr baş verir də. Həm də hadisələr, dərslər artıq pozulmuşdu. Hər şey pozulmuşdu. Təhsil sistemi pozulmuşdu. Bəli, soruşurdu, çox suallar verdi, öyrəndi. Mənə bir söz dedi, bax o söz mənim indi də qulaqlarımdadır. Dedi, mən gəlirəm. Mən dedim ki, gəlin də, sizin gəlmişinizə ehtiyac var. Qayıtdı ki, mən gələcəm. Sonra da qayıtdı ki, mütləq gələcəm. Mütləq gələcəm. Yəni, o tanışlıq oradan başladı. Amma inandırım sizi ki, sonra mən gəldim, məni cəbhə hakimiyyət dövründə demək, büdcəni bilən bir adam kimi, alim kimi dəvət edildilər Nazirə, birinci müavin Maliyyə Nazirinə. Artıq Ulu Öndər Bakıya dönəndə mən Nazirin birinci müavini idim. Təbii ki, o cəbhəçilər ki, hakimiyyətdən getdilər və birbaşa biz fəaliyyətimizi özü ilə qurduq. Bir gün deyil orada 3 dəfə, 4 dəfə, 5 dəfə telefonda danışmaq, ağır bir vəziyyət, ağır bir durum. İnandırım sizi ki, bütün o dövlət çevrilişi cəhdləri və ilaxıra və s. içində hər gün manatın məzənnəsinin vəziyyətini soruşurdu, büdcənin vəziyyətini soruşurdu. Yəni, əslində bu həvalə olunub da kiməsə də biz bunu idarə edirik. Hər gün soruşurdu. Bir dəfə dilinə də gətirdi ki, bugün Maliyyə Naziri mənə dedi, televiziyada bir gedibdi bu epizod. Ki, manatın məzənnəsi sabitdir. O çevrilişlər ərəfəsindədir. Siz nə istəyirsiniz? Qoyun, quraq, yaradaq. Yəni, bax, belə.